Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəri Binəqədi yolun üstündən 92, 91, 170, 41 nömrəli marşrutlarından 4 dənə marşrut yaxınlığına keçməklə hörmətli izləyicilər, 2 sotun içində 3 geniş otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, gördünüz ki, bu evin xarici görünüşüdür. Bir sot rahat həyəti var. Gördüyünüz kimi də ev qoşadaşdan inşa olunub, 8-9 kürsüdə inşa olunub, ev təmiri vəziyyətdədir. Ev 10-cu mikrorayon, indiki 10-cu mikrorayon deyilən əraziyə yaxındır, mida binalarına yaxın ərazidə yerləşir. Demək, sənədi həm bələdiyyə, həm də qeydiyyat propiskədən, yəni evin adresi ünvanı da var, bunu nəzərinizə çatdırım. Həyəti bir də belə ətraflı çəkirəm, gördüyünüz kimi geniş həyəti var, bir sot rahat həyəti var, 3-4 maşın rahat daxil ola bilər. Yola da yaxındır, 2 dəqiqə, 1 dəqiqə çıxırsınız marşruta. 4 dəqiqə marşrut buradan yaxınlıqdan keçir, bunu nəzərinizə çatdırım. Girən kimi, gördüyünüz kimi, bax, bura dəhlizsiz. Dəhlizi haradasa 1.50-1.60 olar, 1.50 minimum rahat var. Sağ tərəfdə geniş mətbəx. Gördüyünüz kimi, mətbəx mebelləri sağlam vəziyyətdədir. Evin tavanlarını da çəkirəm. Evin demək olar, pəncərələri tam rahat öz həyətinə baxır. Evin təmiri qaydasında. Sol tərəfdə böyük qonaq otağıdır. Gördüyünüz kimi 4 metrənin hardasa 7 metr, 30 kvadrata yaxın qonaq otağıdır. Otaqlar həqiqətən, hörmətli izləyicilər, genişdir, ürəkaçandır, yola yaxındır, 4 dənə marşrut yaxınlığından keçir. Bunların hamısı nəzərinizə çatdırıram ki, hörmətli izləyicilər, üstünlüyü var, qiymətə görə də təsir edir. Yəni, hörmətli izləyicilər, bunu bəri başdan deyirəm. Bura bir geniş bir, hardasa 16-18 kvadratlıq bir rahat, geniş yataq otağıdır. Gördüyünüz kimi də buranın da təmiri qaydasında. İndi kim istəsə, alıb burada sonra özü aboyları, müasir aboylardan vura bilər. Yaşayışlı evdə hal-hazırda. Sonda da burada bir uşaq otağıdır. Gördüyünüz kimi də hörmətli izləyicilər, buranın da təmiri qaydasında. Ev təmir normal, kombiləri var. Mətbəx mebelləri evin üstündə qalır. Kombinə mətbəx mebelləri bütün evlərdə olduğu kimi evin üstündə qalır. Sonda da sağda burada sanuzeldir, istipoldur. Sanuzeli bunu nəzərinizə çatdırıb, duş kabinə zat hamısı işlək vəziyyətdədir. Hörmətli izləyicilər, kimlərsə evə satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, zəng vuran zaman kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Mətbəxi də həm də genişdir. Bunu nəzərinizə çatdırın. Mətbəxdir, zaldır, xanımların ən yaralı yeridir. Hörmətli izləyicilər, evin qiyməti də 105.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibinə görüşəcəksiniz. Son sözü ev sahibi deyəcək, hörmətli izləyicilər. Yola da yaxındır, marşrutlara, marketə yaxındır. Rahat şəhərə gedib gəlmək üçün 4 dənə marşrut işləyir. Üzü 20 yanvar tərəfə, üzü Pasyolka, Kirov, Azadlıq metrosu tərəfə də marşrutlar işləyir. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara da gözəl evlər qismət eləsin.